Novruz bayramına artıq sayılı günlər qalıb. Vətəndaşlarımız bayram süfrəsi qurmaq üçün alış-verişə başlayıbdır. Biz də bu gün 8-ci kilometr bazarına gəldik ki, görək vətəndaşlarımız qiymətlərdən razıdırlarmı? Vaxt itirmədən keçək onların özlərindən soruşaq. Məni qane eləyir. Tərəvəz də, meyvə də ucuzdur. Məsəl üçün, indiki zamanıya baxanda qane eləyir ki, tərəzlər hər növdə var, hər büdcəyə uyğun var. Biraz ət məhsulları bahadır. Bayramda əsasən süfrədə yemək olar ki, başqa şeylər də olar. Amma qalan şeylər qane eləyir. Əvvəlki illərlə müqayisədə hansı fərqlər görürsünüz qiymətlərdə, məhsulların keyfiyyətində? Keyfiyyət əla. Hər növdə bax, naşükür olmayaq da bir müsəlman kimi. Əvvəllər məsəl üçün az idi, qiymətlər aşağı idi, maaş da aşağı idi. İndi hər şey var, çeşit var, növbə-növ var. Keyfiyyət də əladır. Məsələn, bir bayram süfrəsi açmaq üçün nə qədər pul xərcləməli? Çox olsa, çox yaxşı, belə bol olar. Orta büdcəyə də uyğun, yenə də eləmək olar. Aşağı təbəqə. İndi məsəl üçün deyirlər ki, kasıb təbəqə. Kasıb təbəqədə məncə bir az pulla eləyə bilər nəsə. Məsələn, 200 manatı olsa, illa 180 manatı da olsa, mən bir qadın kimi mən onunla ailəmə bayram süfrəsi hazırlaya bilərəm. Maaşlar qalxır, məsəl üçün pensiyalar da qalxır. İnşallah laf da yaxşı olar, laf da gözəl keçirərik bayramlarımızı. Ən əsası can sağlığı olsun, müharibə olmasın, xəstəliklər olmasın. Şükür. Çox münasib, yaxşı. Biz ev bazarlığı elədikdə əşya almışıq. Yəni hamısı münasib qiymətlərdir, yaxşıdır. Bayram süfrəsi məsələn açmaq üçün nə qədər pul xərcləmək lazımdır? Bayram süfrəsinə xeyli pul gedir. Hardasa bir 200-300 manatın lazımdır ki, yaxşı bir süfrə çəksin. Əvvəlki illərlə müqayisədə bir qiymətlərdə, keyfiyyətdə artma və ya dəyişmə. Bu il bahalıqdır biraz. Keçən ilkinə nisbətən bu il bahalıqdır. Bu da hər şey qalxıb da qiymətlər ona görə. Bəs keyfiyyət qanedir? Eləyir. Allah hamının rozusunu bol eləsin, canın sağ eləsin, sizlə belə. Ben burada yaşamıram deyənə bilə bilmirəm. İlk addımım buradır, birinci dəfə. Ona görə də deyə bilmirəm. Hansı ölkədən gəldiniz? Moskvadan. Moskva ilə burada fərqlər çoxdur. Qiymətlər burada həddindən artıq bahadır. Məsələn, xiyarda, pomidorda, Moskvada Özbəkistan malları da var ki, keyfiyyəti bundan da yüksəkdir, ancaq qiyməti buradan ucuzdur. Tək ərzaq məhsullarında yox, ümumiyyətcə dünya iqtisadiyyatında gedən proses tək ərzaqda yox, geyimdə də, hər bir şeydə də inflyasiya gedir. Ona görə də onu təbii hal olaraq qəbul etmək lazımdır. Bu bayramla əlaqədar bir süfrə açmaq üçün nə qədər xərc çıxır? O baxır ailə büdcəsinə. Fərqli büdcələr var, fərqli də xərc olur. Məsələn, siz də qane elədimisiniz? Qane eləyir, təbii ki, qane eləyir. Hədə gəlmişəm, baxırım. Bəzi yerlərdə ucuzluq da olur, bəzi yerdə baha da olur. Sizi qane eləyirmi qiymətlər yoxsa? Əsas quru meyvələrdir bayramla əlaqədar. Orada qiymətlər nisbətən yaxşıdır. Bəs əvvəlki illə müqayisədə necədir vəziyyət? Əvvəlki illə müqayisədə bahadır. Bayram süfrəsi açmaq üçün nə qədər xərc çıxır? 150-200 manat. Ən aşağı. Biz alıcılardan narazıyıq ki, mal ucuzdur, malın qiyməti. Bunu hamımız toplayır, bayram qabağı satır. Satır ki, qutarsın. Bu bayramda bu malı satmasan, qalar üstündə sana yük olur. Bildin, ondan yana o sərt fikirdir ki, bayramda qiymət qalxır. Bu illər bir dənə sadəcə olaraq fındıq, o yazdakı yağıntılarla əlaqədar olaraq çürüyübdür, fındıq olmayıb demək olar ki, Azərbaycanda onun qiymətində sıraşlı artım var. Qalan məhsulların hamısı demək olar ki, sənətçi qiymətlərlə eynidirlər, elə bir fərq yox. Alıcı qabiliyyətdə yaxşıdır, maşallah bazarda. Ən çox məsələn hansı məhsul alırsan? Qoz, Bu qoz, fındıq, badam, bayrama görə də stol üçün çərəzlər alırlar, kişmişlər, mevizlər, həm hər bir şey. Yəni hər şeyimiz vardı, Allah şükür mərd qalır. Məsələn, əvvəlki illərlə müqayisədə, keçənlərlə müqayisədə bu il lap hansı güclüdür. məhsula daha maraq azalıb və yaxud da artıb? Yox, azalmayıb. Tələbat çoxalıbdır, bu cəmaat çox. Qiymətlərdən narazılıq eləyirlərmi? Bir endirim olur mu, yoxsa nə? Demək olur, yox. Endirim olmalı olur. Qiymətlər də münasibdir. Ya baha da olur. Neçə manatdan başlayır məsələn? 1.50-dən başlayır 7-8 manata kimi. Ümumiyyətlə şəhər yerlərinə baxanda, toşkalara baxanda. Burada münasibdir qiymət. Əksinə bayram olanda qaldırırlar malları. Siz də qaldırmısınız yoxsa? Yox, elə nə doğrusu.
Deyirlər ki, bu pomidor bəziləri xaricdən gəldiyinə görə qiyməti artıb. Düzdür o? Yalan deyirlər, xaricdən hamısı yerlidir, hamısını da özləri qaldırır. Bəs indi alıcılar gəlirlərmi bayram qabağı alver necə olub? Yaxşı olur da. Zəif, çox zəif. İnsanlar qiymətdən narazılıq eləyirlər. Onları razı salmaq üçün nə edirsiniz? Nə razı? Siz də onlarla razısınız ki, yəni qiymətlər Ha, bahadır. qiymət bahadır, amma Bəs səbəb nədir bu qiymətin bahadır? ucuz olsa, yəqin ki, alar da. Hamı hərəsi, məsələn, 1 kilo almaz, yarım kilo alar. 2 kilo almaz, 1 kilo alar, aparar yer. Qiymət bahadır, ala bilmir. Heç kimi qınamalı deyil. Bəs səbəb nədir bu qiymətin baha olmasına? Onu biz də bilmərik, onu satanlar bilir. O yerindən gətirir qiymət puanlar ondan. Parnikin müdürləri, parnik deyəni. Onlar baha verir, bu da verir. Bayram qabağı alver necədir? Ləzzət Aziz biraz yana babatlaşıb. Ancaq ki qiymətlər həmənki qiymətlərdir. alıcılar, Ucuzluqdur. amma alıcılar etiraz edirlər ki, çox vaxt qiymətlər bahadır. Nə qiymətlər bahadır ki, qadam? Heç bir qiymətlər baha deyil. Bu dəqiqə qiymətlər normal haldadır. Bəs alıcıların sayı artıb bu bayram qabağı, yoxsa elə Bax, bəlkə biberin özü götür, 2 manata 2.50-yə veririk. Kök 50-60 qəpiyə. Biber 4 manata. ötən illə müqayisədə Yox, bir qiymətlər biraz artıb? da bahadır. Hə, bahadır. Bir baladır. Səbəb nədir? Səbəb ona görə ki, yox xərcidir. İndirim falan olur. Ay olmuş. Məsələn, bayram qabağı özünüz tərəfindən bir indirimdə, yoxsa O da 50 qəpik. Götür apar. bayram qabağı qiymətlər necədir? Bir indirim falan təklif edirsiniz? İndirim deyəndə ki, bayram qabağı qiymətlər qardaşım hər il beləncini olur qiymətlər. Yəni qiymətlər stabildir, normal qiymətlər. Hər il yəni biraz pomidor xiyarda qiymətlər çox bahadır, amma yəni qaldı ki, mandarindir, apelsindir, hər il qiymətlər eyni olur. Yəni eyni Amma qiymətlər. alıcılar narazılıq eləyir ki, qiymətləri baha qoyurlar bayram qabağı. Hər il bu Onlar söz- razı salmaq Yox, istəsə, qardaşım, hər il bu sözlər deyilir də. Yəni ki, bayram qabağı qiymətlər həmişə beləncə olur. Yəni bu biraz pomidor xiyarda fərqi yəni çox olur. Yəni bu qədər qiymətə qalxmırdı. Amma qalan yəni hər bir şey sitrus meyvələrin hamısı qiymətləri həminki eyni qiymətlər. Yəni keçən ildə necə olub indi eləncəyim. Yəni mən bu işin içində 20 ilə yaxında işləyirəm. Yəni heç bir fərq yox. Eyni qiymətlər. Düzdür, alıcılar çox narazılıq ki, qiymətlər çox bahadır, amma yəni biraz ləpədə qiymətlər fərq eləyib. O da yolların bir neçə gün bağlı olmağı ilə səbəb. O da yollar açıldı, normal qiymət mən biləni. Yəni indi o ləpənin qiymətini bilmirəm, mən yaş meyvənin qiyməti. Zənnimcə yəni belə olmalıdır da, yəni onun artıq şey deyənlərə. Bu bəzi məlum məsələlərlə əlaqədar paralel zatlar bahalaşdı. İndi düşdü. Bayram qabağı düşdü. Şükür olsun Allah'a. İndi hal-hazırda tütün bahadır. Çox bahadır. 30 manatadır kilo. Paralel 15 manat, 14 manat, 13 manat. Dəniz sazanları 10 manat, kül sazanı 12-13 manat. Həşəm 25 külündür ya. 25-18 manat. Yəni dəyişən qiymətlərdir. İndi bizə məsələn 1 manat qazanırıqsa, onun 50'sini veririk. 50 qəpiyini alıcıya. Çünki bir gün yal veriləmir yaxı. 50 qəpiy özümüzə götürürük. Beləcə bir-birimizə dəstək oluruq. Bu cür oğul balam. bəs əvvəlki illərlə müqayisədə qiymətlərdə çox fərq var, yoxsa nə qədər? Həmişə hər il tütün baha olur. Hər bir çərşənbədə tütün baha olur. Başqa balıqlara baxanda. Bu il eyni. Elə amma alıcı qüvvəsi bu il zəifdir. Keçən ilə baxanda, o bir illərə baxanda bu il alıcı qüvvəsi zəif. 50-50-yə. Yəni bu səbəb nədir? Bahatçılıq. Hə, bahadır, bəs necə qiymətlərdə bir indirim eləmirsiniz bu alıcılar? Oğul balam, gələk mən aldığım yerdən ucuz alam. Mən də ucuz satam. Mən çox qoyuram 50 qəpik üstünə. Bu aşağı ayağı 1 manat. Üstünə qoya bilərəm. Amma yerində ucuz olmayanda biz necə ucuz sata bilərik? Amma mən özüm tutmuram, axı mən də alıb satıram. Ona görə belə.